Salam dostlar, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizin növbəti video dərsimizdə. Biz bugün Namazov 4-cü sinif riyaziyyat qiymətləndirmə vəsaiti 2-ci hissədə bölmə 7 adi və onluq kəsirlər, bərabər kəsirlər test 1-in izahına baxırıq. Deməli, baxaq suallara. Qeyd olunur ki, 8-də 6, 24-də 18, 16-da 10, 4-də 3 kəsirlər arasından digər üçünə bərabər olmayan kəsir müəyyən edir. Nə edəcəyik burada? Çalışacağıq ki, kəsirlərin hər birinin məxrəci və ya sürəti eyni olsun. Diqqət edirsinizsə 8, 24, 16 və 4 üçün biz elə bir ədəd müəyyən etməliyik ki, hər birinə bölünən ortaq bir ədəd olsun. Neçə ola bilər? Məsələn, baxın, 8-dən mən 24-ü ala bilərəm, 3-ə vuraram. 8-i də 3-ə vuracam, 6-nı da 3-ə vuracam. 8-i 3-ə vuranda eləyəcək 24, 6-nı 3-ə vuranda olacaq 18. 24-də 18, 24-də 18, baxın, 24-də 18-də bərabərdir. Bu tərəfdən 24-də 3-dən 24-də almaq üçün 6-ya vuracam, 4-də 6-ya vuracam, 24, 3-ə 6-ya vuracam, 18. Sən demə, elə 8-də 6 da 4-də 3 də 24-də 18 deməkmiş. Yəni buna bərabərdir. Deməli, bərabər olmayan 16-da 10 kəsiri olacaq. Davam edək növbəti tapşırıqla. Qeyd olunub ki, 2-ci sualda bərabərliyində boş xanaya uyğun ədədi yazın. Burada 2-də 1-in yazılması adətən uşaqları çaşdırır. Baxın uşaqlar, 2-də 1 nə deməkdir? Hər hansısa bir ədədin yarısı. Baxın, burada məxrəc 50-dirsə, biz 50-nin yarısını yazacağıq yuxarıya. Yəni 50-ni 2-yə bölüb neçə alacaqsınız? Sözsüz ki, 25. Yəni bu 2-də 1 sizi qorxutmasın. Elə bu 50-də 25 deməkdir. Aydındır? İndi baxırıq. Biz neçənin üstünə 3 gəlsək 50-də 25 alarıq. 25-dən 3-ü çıxaram. Adi qaydada olacaq 22. Cavab A variantı. Davam edirik. Kəsirlər verir. Kəsirlərdən neçəsi deyir? İxtisar olunan kəsirlərdir. Baxın, bu ixtisar olunan kəsirdir. Çünki həm 35, həm 10. Hər ikisi 5-ə bölünən ədəddir. 35-i məsələn 5-ə böləcəm, düşəcək 7. Onu 5-ə böləcəm 2. İxtisar olundu. 14 və 9. Bunlar ixtisar oluna bilmir. Çünki 14 və 9 üçün hər ikisi üçün ortaq bölən yoxdur. Yəni elə bir ədəd yoxdur ki, sən 14-ə də bölə bilərsən, 9-a da bölə bilərsən. Bilirəm, kimsə oradan deyir ki, ay müəllim, axı 9 3-ə bölünür. Bəli, 9 3-ə bölünür. Axı 14 3-ə bölünmür. Məsələ budur. Kimsə də deyir ki, ay müəllim, axı 14 2-yə bölünür. Bəli, 14 2-yə bölünür, amma 9 2-yə bölünmür. Ona görə də bu ixtisar olunmayan kəsirdir. Davam edək. 25-də 15. Sözsüz ki, hər ikisi 5-ə bölünən ədəddir. 25-i 5-ə bölərsən, məsələn, düşəcək 5, 15-i 5-ə bölərsən, düşər 3. Davam edək. 24-də 18. Hər ikisinin üçün ortaq bölən var. Məsələn, 3-ə bölərsən və yaxud da 6-ya bölərsən. Məsələn, 6-ya bölərəm. 24-də 6-ya bölürəm, düşəcək 4, 18-də 6-ya bölürəm, düşür 3. İxtisar olundu. Deməli, ixtisar olunan kəsirdir. 18-də 11. Baxın, bu da ixtisar olunmayan kəsirdir. Niyə ixtisar olunmayan kəsirdir? Çünki hər ikisinin ortaq böləni yoxdur. Məsələn, 18 3-ə bölünür, amma 11 3-ə bölünmür. Ümumiyyətlə, 11 sadə ədəddir. 1-ə və özünə bölünür. 8-də 6. Hər ikisi üçün biz ortaq bölən götürə bilərik. Məsələn, 2-ni. 8-i 2-yə bölərəm 4, 6-nı 2-yə bölərəm 3. Davam edək. 12-də 7. Müəllim, 12 2-yə bölünür də, 6-ya bölünür də, bölünür. Amma hər ikisi eyni ədədə bölünmür. 7 2-yə bölünmür, 6-ya bölünmür. Ona görə də ixtisar olunmayan kəsirdir. 39-da 10. Ortaq bölən yoxdur. Niyə? Çünki onun bölünə biləcəyi ədədlər onun özü ola bilər, 2 ola bilər, 5 ola bilər. 39 isə 2-yə bölünmə əlamətinə uyğun deyil. Çünki tək ədəddir. Sonra 5-ə bölünmə əlamətinə uyğun deyil. Çünki sonu 0 və 5 ilə bitmir. 10-a bölünmür. Çünki 0 ilə bitmir. Deməli, bunlar üçün ortaq bölən yoxdur. 36-da 18. Hər ikisini 2-yə bölə bilərsiniz, 3-ə bölə bilərsiniz. Yəni, ortaq bölənləri var. Məsələn, hər ikisini bölək 6-ya. 36-nı 6-ya bölürəm 6, 18-də 6-ya bölürəm 3. Deməli, ixtisar olunan kəsirlərin sayını bizdən istəyirdi. 1, 2, 3, 4, 5.
Cavabımız olacaq 5. Davam edək. 25-də 20, 20-də 16, 30-da 25, 10-da 8, 16-da 12, 20-də 15, 15-də 12 kəsrlərinin neçəsini ixtisar olunmayan kəsr şəkilində göstəricdə 5-də 4 kəsr alınır. Biz burada diqqət eləməliyik ki, 5-də 4 kəsr alınsın. Baxın, məsələn, 25-i də 5-ə bölərəm, 20-ni də 5-ə bölərəm. 25-i 5-ə böləndə 5, 20-ni 5-ə böləndə 4 düşür. 5-də 4 kəsr alındı. 20 ilə 16, baxaq, 20-ni hər iki tərəfi 4-ə bölərəm. 20-ni 4-ə bölürəm, düşür 5. 16-nı 4-ə bölürəm, düşür 4. Deməli, 5-də 4-ə uyğundur. 30 və 25 hər ikisini, baxın, burada hər ikisini yuxarıda yazacağım. Bir dəqiqə. Hər ikisini 5-ə bölsək, düşəcək 6-da 5, yəni uyğun deyil. 10-da 8, hər iki tərəfi 2-yə bölürəm. Onu 2-yə bölürəm, düşür 5. Mənə lazımdır ki, aşağısı 5, yuxarısı 4 alınsın. Ona görə düşünürəm ki, neçəyə bölsəm məxrəci 5 alınır. Onu 2-yə bölürəm 5, 8-ə 2-yə bölürəm 4. Alındı. 16-da 12, hər iki tərəfi 4-ə bölsəm, məxrəci 4 alınacaq. Ümumiyyətlə, məxrəcin 5 alınmaq ehtimalı yoxdur. 4, 4-də 3. Bura baxıram, hər iki tərəfini 4-ə bölürəm. Düşəcək necə? 5-də 4-ə bölünür, hər iki tərəfə bölünmür. Baxın, hər ikisini ancaq 5-ə bölə bilərsiniz. 20-ni 5-ə bölürsünüz 4, 15-i 5-ə bölürsünüz 3. 4-də 3 alınır. Hər iki tərəfini neçəyə bölək? 5 alsın, 3-ə bölək. 3-ə bölürük 5, 3-ə bölürük 4. Deməli, alınan kəsirlərin sayı olacaq 4. 5-ci suala baxırıq. Deyir ki, bərabərliyində boş xanaya uyğun ədəd tapın. Baxın, 7-ni biz neçəyə vurmuşuq ki, 49 alınıb 7-yə. 5-i neçəyə vuracaq? Sözsüz ki, 7-yə. Həm kəsirin məxrəcini, həm də sürətini eyni ədədə vurmalıyıq. 5 dəfə 7-nin də olacaq 35. Davam edək. 6-cı suala baxırıq. Kəsirlərin hər biri 2-də 1-ə bərabərdir. Buna görə də cavab tapaq. Baxın, bu da 2-də 1-dir. 2-də 1 o demək ki, 24-ün yarısını yazmalıyım yuxarıya. 24-ün yarısı neçədir? 12. 24-ü 2-yə bölüb yazacaqsınız. Bax, burada da hansı ədədə 2-yə bölüblər ki, 7 alınıb? Sözsüz ki, 14. 12 və 14. Bunları da topladığımız zaman alınır 26. Cavab A variantı. 36-da 27 kəsri ixtisar olunmayan kəsrə bərabər olarsa, ixtisar olunmayan kəsir, yəni biz bu kəsri elə bir kəsir formasına gətirməliyik ki, artıq burada ixtisar bitməlidir. İndi baxaq, mənim üçün ən böyük ədədə bölməyə çalışacaq. Mümkün ən böyük bölən, məsələn 9-a bölə bilərik. Bunu da 9-a bölürük. Dəqiqə 9-a bölürük. 27-nin 9-a bölünə düşəcək 3, 36-nın 9-a bölünə düşəcək 4. 4-də 3. İndi deyir ki, bunların cəmini tapın. 4 üstə gəlinsin 3 bərabərdir 7. Davam edək. Boş xanalara uyğun ədədləri yazın. Gəlin baxaq görək. 54-dən 27, 84-dən 42 alınıbdır. 54-ü deməli 2-yə bölsək, görək alınırmı? 5-in içində 2. Deməli, 2 dəfə 2-ni vurma ilə yoxlayaq. 2 dəfə 7-nin 14, 2 dəfə 2-nin 4, bir də yadda 5. Bu hissəni 2-yə bölək. 8-i 2-yə bölən 4, 4-ü 2-yə böləndə 2. İndi baxaq. Burada bir uyğunsuzluq var. Necə bir uyğunsuzluq var? Baxın, bu hissəyə diqqət edirik uşaqlar. Siz 27-dən 9 ala bilmək üçün, dostlar, 27-dən 9 ala bilmək üçün 3-ə bölməlisiniz, düzdürmü? Amma 42-dən 21 almaq üçün 2-yə bölməlisiniz. Baxın, bir dəfə 2-nin 2, 2 dəfə 2-nin 4. Siz isə kəsrin məxrəcini fərqli ədədə, sürətini fərqli ədədə bölə bilməzsiniz. Ona görə bu sualda artıq biz davam edə bilmirik. Uyğunsuzluq var. Sözsüz ki, bu hissələri tamamlaya bilərsiniz. Məsələn, 9-dan 3 alıblar, 3-ə bölüblər. 21-dən 7 alıblar, 3-ə bölüblər. Bu məlum məsələdir, amma burada uyğunsuzluq var. 9-cu suala baxırıq, dostlar. Deməli, içərin üstünə 4 gəlsəm 11 eləyər. Sözsüz ki, 7-nin buranın bərabər olmasından söhbət gedirsə, burada 18 olmalıdır. Deməli, bunların hasilini tapın deyir. Heç nə, 7-ni vuracaqsınız. 18. 7 dəfə 8-in 56, 5 yadda, bir dəfə 7-in 7, üstünə 5, 12. Siz də yoxlayın, görün 126 alınırmı?
Davam edək dostlar, növbəti tapşırığın icrası ilə. Deməli, 6-da 1 bərabərdir. Neçəyə bərabər ola bilər? Baxın, bərabər olması üçün götürüb rəqəm oraya yaza bilməzsiniz. 1-i neçəyə vurublar ki, 4-ə. Deməli, sən bu hissəni də 4-ə vuracaqsan, 6-nı 4-ə vuracaqsan, olacaq 24. 12-də 7 bərabər, 12 neçəyə vurublar ki, 24 alınıb. Sözsüz ki, 2-yə. Deməli, yuxarını da 2-yə vuracaqsan. 7-ni də 2-yə vuracaqsan, olacaq 14. Aydındır, davam edək. 14, 24. Dostlar, 24-dən də 14 çıxanda neçə qalır? Təbii ki, 10. Cavab 10. Belə bir video dərsimizin daha sonuna gəldik. Ümid edirəm sizin üçün öyrədici və faydalı video oldu. Bu cür dərslərin davamlı da çox olmasını istəyirsinizsə səhifəmizdə kanala abunə olun, videoları bəyənin və dostlarınızla paylaşın. Hər birinizə uğurlar arzu edirəm. Görüşmək ümidi ilə.